dövrdə Mesopotamiyalıların pivə hazırlanışındakı o çörək istifadə etməkləri arxeoloqlar arasında xeyli mübahisəyə yol açmışdır. Bəziləri çörək pivənin bir yan məhsuludur deyərkən, bəziləri də çörəyin öncə gəldiyini və daha sonra pivə hazırlanışında bir material olaraq istifadə edildiyini müdafiə etməkdədirlər. Gəl gör ki, ən ağlabatan ehtimal həm çörəyin, həm pivənin taxıl şorbasından törənmiş olmasıdır. Qatı bir taxıl şorbası günəşdə ya da isti daş üzərində qurudulub incə düz çörək halına gəldiyi kimi, çörək hazırlana bildiyi kimi bundan sulu bir taxıl şorbasını da mayalanmaya buraxıb pivə əldə etmək mümkündür. Əslində ikisi də eyni madalyonun iki yüzüdür. Çörək qatı pivədir, pivə isə sulu çörəkdir.